Məsələyə baxaq. Məsələdə deyir ki, aralarındakı məsafə 24 kilometr olan iki limandan əks istiqamətdə iki avtomobil iki gəmi yola düşdü. Bu birinci liman, bu da ikinci liman. İki dənə gəmi yola düşür. Biri bu tərəfə yola düşür, digəri də bu bir tərəfə yola düşür. Və bunlar arasındakı məsafə isə 24 kilometrdir. Deyir ki, birinci gəmi 3 saat əvvəl yola çıxmışdı. Yəni, bu deməkdir ki, birinci gəmi, bu göyə birinci gəmi deyək də. Birinci gəmi, demək, birinci gəmimiz hardasa burada olanda digəri yola çıxmağa başlayıb. İkinci gəmimiz yola çıxmağa başlayıb. Və ikinci gəmi gəlib burada olanda, yəni 64 kilometr yol gedəndə, birinci gəmi də bundan 3 saat əvvəl yola çıxıb buradaymış. Və o 64 kilometri gedənə qədər ikinci gəmi gəlib hardasa burada olub. Bu hissədə olub. Və bunlar arasındakı məsafə, ikinci gəmi buradadır. Birinci gəmi də buradadır. Bunlar arasındakı məsafə olub 228 kilometr. Və deyir ki, ikinci gəminin sürəti 32 kilometr böl saatdır. Deməli, ikinci gəmi 64 kilometr yol gedibsə, görək bu yolu ikinci gəmi neçə saata gedib? 64-ü böləcək 32-yə. Deməli, 2 saata gedib. Yəni, bu 2 saat yolda olub. Bu 3 saat əvvəl çıxmışdı. İndi bununla da bərabər 2 saat yolda oldu. Və deməli, birinci gəmi cəmi 5 saat yolda olmuş oldu. Və birinci gəminin getdiyi yol, bax, buradan bura qədər olan məsafədir. Buradan bura qədər olan məsafədir. O məsafəni tapmaqdan ötürü biz bu hissələri, buradan bura qədər olan hissəni 228-dən çıxmalıyıq. Yəni, 228-dən 24-ü də çıxacaq. Bura 24-dür. Buranı çıxsaq, yerdə qalacaq birinci gəminin getdiyi yol. Bura isə 64-dür. Qalır 140 kilometr. Deməli, birinci gəmi buradan bura qədər 140 kilometr yol gedib. Və yola nə qədər vaxt sərf eləyib? 5 saat. 140-ı böləcək 5-ə olacaq 28 kilometr böl saat. Sürəti tapanda gedilən yolu zamana bölür. Deməli, birinci gəminin sürəti 28 kilometr böl saatdır.